Salam yoldaşlar və dövlət quluna hazırlaşan namizədlər. Bugün biz sizə yeni bir video təqdim edirik. Videomuz nə ilə bağlıdır? Və keçən dəfə bununla bağlı biz video çəkdik. Müsahibə necə olmalıdır? Amma bizim birinci videomuz müsahibənin maliyyə ilə bağlı videosu idi. Və indi bu dəfə isə hal-hazırda iyun ayıdır və Qida Təhlükəsizlik Agentliyinin müsahibələri keçirilir. Qida Təhlükəsizlik Agentliyi ilə bağlı müsahibənin necə keçirilməsindən. Və ilk öncə bir şey də qeyd edirəm ki, yoldaşlar. Bizim müsahibə ilə bağlı Qida Təhlükəsizlik Agentliyini həmin orqanın nümayəndəsi hazırlayır. Amma o burada iştirak eləmir. O bizə sualları təqdim edir və biz sualları onun adından verib edirik. Mən şərti işarə olaraq gedirik də. Yəni ki, biz sadəcə şərti işarə olaraq özümüzü təqdim edirəm. Mən özüm Dövlət İmtahan Mərkəzinin nümayəndəsi gedirəm. Yenə deyirəm, şərt işarə olaraq gedirik. Mustafa bəy müstəqil ekspertdir. Miri bəy isə Qida Təhlükəsizlik Agentliyinin işçisi gedir. Sadəcə bir daha deyirəm ki, xatırlatma eləyirəm ki, şərti işarə olaraq elə gedirik. Və Xəzər bəy isə bizim qida ilə bağlı hazırlaşan şəxs gedirdi. Hər bir kəsə uğurlar arzulayıram. İlk öncə suallara mən başlayım. Sonra Miri bəy gedəcəkdir. Sonra Musa bəy. Xəzər bəy, ilk öncə sizə uğurlar arzulayırıq. Başlayaq. Olsun. Xəzər bəy, qeyd edə bilərsinizmi ki, e, regional bölmənin fəaliyyətinin təşkili haqqında nə deyə bilərik? Hansı regiona verirsinizsə, o regional bölmənin fəaliyyətinin təşkili haqqında nə danışa bilərsiniz? Mən regional bölməni təşkil edildikdə, yəni sədr tərəfindən vəzifəyə təyin, vəzifədən azad olunan rəis rəhbərlik edir. Rəis deməli rəis sədr tərəfindən ona həvalə olunmuş vəzifələrin icra olunması, işlərin həyata keçirilməsi üçün cavabdehdir. Rəisin sədr tərəfindən vəzifəyə təyin, vəzifədən azad olunan müavinlər ola bilər. Rəis müavinləri rəisin onlara həvalə etdiyi vəzifələrin yerinə yetirilməsi, hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Rəis olmadıqda onun vəzifələrini müvəqqəti olaraq rəisin müavinlərindən və yaxud da ki, agentlik tərəfindən müəyyən olunmuş şəxs tərəfindən, yəni vəzifəli şəxs tərəfindən icra edə bilərlər. Rəis deməli bölmənin fəaliyyətini təşkil edir. Bölmənin Kifayət. Kifayət edir, qəbul olunur. Aktdan qaynaq xətti. 1003-dür mənim. Üstü, bəli. Bəs yaxşı. vəssav proqramında Cinayət Məcəlləsinin hansı maddələri öz əksini tapıbdır? Yəni sizin vəssafa verdiyiniz vəssav proqramında hansı maddələr? Vəzifə proqramında Cinayət Məcəlləsinin 200, 200-2, 200-3, 249-cu maddələri öz əksini tapmışdır. Bəs Xəzər bəy, 249-cu maddə həmin o Cinayət Məcəlləsinin 249-cu maddəsi barədə nə deyə bilərsiniz? Mənim 249-cu maddəsi deməli baytarlıq qaydalarının bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə qaydalarının pozulmasıdır. Deməli baytarlıq qaydalarının pozulması, epizodiyanın yayılması və daha ağır nəticələrə səbəb olduqda 3000 manatdan 6000 manat məbləğində cərimə olunur. 2 il müddətinə islah işləri, 2 il müddətinə azadlığın məhdudlaşdırılması və 2 il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırılır şəxs. Əgər deməli bitki mühafizəsi və bitki xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizə qaydalarını pozan şəxslər və bu daha ağır nəticələrə səbəb olduqda 3000 manatdan 6000 manat məbləğində cərimə olunur. 2 il müddətinə islah işləri, 1 il müddətinə Kifayət azadlığın edir. məhdudlaşdırılması. Kifayət edir. Və bir dənə sualıma cavab verin ki, dövlət rüsumu nədir və hansı dövlət rüsumu qismən və tamamilə qaytarılır? Mən dövlət Yəni rüsumu ödənilən dövlət rüsumundan söhbət gedir də, Xəzər bəy. Hansı hallarda ödənilən dövlət rüsumu qismən müvəqqəti qaytarılacaqdır? Mən dövlət rüsumu dedikdə, yəni dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan qurumlarda hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı müəyyən hüquqi hərəkətlərin, xidmətlərin göstərilməsi, hərəkətlərin edilməsi ilə bağlı ödənilən haqqdır. Dövlət rüsumu bəli, hansı hallarda yəni qismən qaytarılır? Əgər dövlət rüsumu haqqında müəyyən olunmuş məbləğdən artıq ödənilibsə, deməli ərizələr geri qaytarıldıqda, baxılmamış saxlanıldıqda, məhkəmə qaydasında icraata xitam verildikdə, yəni bu hallarda yəni ki, geri qaytarılır və geri qaytarılması üçün Kifayət isə edir. Kifayətdir cavabınız. Və bir dənə də sual verim sizə. Qonşu dövlətlərlə xarici ezamiyyələrin günlük normalları barədə nə qeyd edə bilərsiniz?
Mən qonşu ölkələrlə mənim burada, yəni ki, 2008-ci il, deməli 25 yanvar 14 nömrəli Nazirlər Kabinetinin qərarı ilə xarici ölkələrə ezamiyə normaları müəyyən olunur. Və həmin cədvələ əsasən deməli Rusiyaya 170 dollardır, Gürcüstana 155 dollardır, Türkiyəyə 180 avrodur, İrana 160 dollardır. Deməli su ilə sərhəddə olduğumuz deməli Qazaxstana 130 dollardır, Türkmənistan 125 dollardır. Mənim suallarım hələlik bu qədərdir və digər şəxslər suallar verdikdən sonra yenidən qayıdacağıq mənə. Buyurun Miri bəy, siz başlayın. Deməli, Xəzər bəy, deyə bilərsiniz qida zənciri nədir? Mən qida zənciri, qida və yem məhsullarında ilkin istehsal, emal, dövrə, utilizasiyası və məhv edilməsi mərhələlərinin məzmunudur. Doğrudur. Bəs dövlət nəzarətinin hansı formaları mövcuddur? Dövlət nəzarətinin sənəd nəzarətidir, yenilik nəzarətidir, fiziki nəzarətdir. Yəni əlavə olaraq deyə bilərəm ki, icazə versəniz, yəni ki, yəni bu Buyurun. sənəd nəzarəti bütün hallarda tətbiq olunur. Yəni bunu deyə bilərdim. Yaxşı, bəs istehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin neçənci maddəsində öz əksini tapır? Mənim istehlakçıların hüquqlarının pozulması, deməli İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsində öz əksini tapmışdır. Doğrudur. Bəs Cinayət Məcəlləsinin hər hansı bir müəyyən maddələrin istinad varmı burada? Cinayət məcəlləsinə, onu xeyr mənim yoxdur. Onu mütləq qaydada baxarsınız, belə deyək, dəqiqləşdirərsiniz. Yaxşı, bəs aktisin açılışı nədir? Aktisin açılışı mənim avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemidir. Aha, bəli. İnstitutun hansı hüquqları var? Deməli, institutun hüquqları dedikdə, yəni institutun fəaliyyət istiqamətləri üzrə və vəzifələri üzrə, yəni dövlət orqanları, dövlət qurumlarından, fiziki hüquqi şəxslərdən, yerli özünü idarəetmə orqanlarından, yəni məlumatlar barəsində onlara sorğu vermək, belə məlumatları onlardan almaq, daha sonra təhlillər, ümumiləşdirmələr, müşahidələr aparmaq, təkliflər, arayışlar hazırlamaq, mütəxəssisləri, tərcüməçiləri öz fəaliyyətinə cəlb etmək, fəaliyyət istiqamətləri üzrə sərgilər, elmi praktik konfranslar aparmaq. Kifayət edir. Bəs dövlət gerbinin təsviri olan möhürlərdir, sənəd blanklarıdır. Bunların məhv edilmə qaydası necədir? Mənim dövlət gerbinin təsviri olan, yəni möhürlər və yəni möhürlərin məhv olması və sənəd blankları, yəni istifadə yararsız və növbəti il üçün öz əhəmiyyətini itirmiş sənəd blankları, onların məhv edilməsi üçün təşkilat tərəfindən komissiya tərtib olunur. Həmin komissiya akt qəbul edir və bilavasitə təşkilatın özündə yəni məhv olunur. Möhürlərin və sənəd blanklarının yəni ki, məhv edilməsi üçün bu təşkilat tərəfindən yaradılmış yəni komissiyanın qəbul etdiyi akt o komissiyanın bütün üzvləri tərəfindən imzalanmalıdır və təşkilat rəhbərinin əmri ilə təsdiq olunmalıdır. Və onlar deməli həmin təşkilatda təşkilatın iş nomenklaturuna uyğun qovluğa tikilməli, nömrələnməli, səhifələrin nömrələnməli, müvafiq kitaba qeydə almaqla təşkilatda daimi saxlanılmalıdır. Doğru. Bəs protokol qərar blankları var. Onların spesifikasiyası haqqında danışın. Mən protokol qərar blanklarının onların yəni ki, ölçüsü 210-297 mm olmalıdır. Kağızın çəkisi 50-60 qram olmalıdır. Tərkibi 100% selluloz olmalıdır. Və bu protokol və qərar blankları, yəni ki, blankların üzərində görünən, görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində isə böyüdülmüş yarımşəffaf formada isə Azərbaycan Respublikasının dövlət gerbinin təsviri olmalıdır. Və kağız və istifadə olunmuş boya 3 il müddətində öz xüsusiyyətlərini, keyfiyyətini qorumalıdır. Bundan əlavə inzibati xəta haqqında deməli xitam verilməsi halları, inzibati xətalar üzrə işləri icraatın dayandırılması hallarında bunlar əsasən 2 səhifə 2 nüsxədən tərtib olunmalıdır və birinci nüsxədə kağız ağ rəngdə olmalıdır, yazı keçirən olmamalıdır, yazı keçirən olmalıdır. İkinci nüsxədə isə kağızı rəngli olmalıdır, yazı keçirən olmamalıdır. Deməli inzibati xəta haqqında işlərin deməli bu protokol qərar blankları üzrə, yəni ki, işlərin aidiyyəti üzrə göndərilməsi və nəqliyyat vasitələrinin müvəqqəti idarə olunması üçün yəni verilən qərardadlar, onlar əsasən bir səhifə 2 nüsxədən yəni ibarət olmalıdır
Birinci nüsxə kağızı ağ rəngli olmalıdır, yazı keçirən olmalıdır. İkinci nüsxəsi isə rəngli olmalıdır, yazı keçirən olmamalıdır. Kifayət edir. Mənim suallarım həll etdim. Bu qədər. Xəzər bəy, mənim sualım odur ki, bioloji aktivlərin inventarizasiyası haqqında məlumat verin. Deməli, mənim inventarizasiyanın, yəni bioloji aktivlər üzrə inventarizasiyanın aparılması, inventarizasiya günündə maddi məsul şəxslər tərəfindən mühasibat usulluğunda müəyyən, yəni ki, dürüstləşdirmə işləri aparılır və həmin bioloji aktivlərin qalıqları, deməli, üzləşdirmə qaydasında onlar dəqiqləşdirilməlidir. Lakin burada bir sıra sənədlərdən istifadə olunur ki, deməli, əmlaklar üzərində USOT kartlarından, aktivlər üzrə USOT kitabından istifadə olunmalıdır. Yoxlamalar həyata keçirilir ki, ilk öncə nələr üzrə yoxlama, yəni ki, bitkilər üzrə yoxlamalar, heyvanlar üzrə yoxlamalar, orada amortizasiyanın dəyəri, bunlar yoxlanılır. Yəni ilk öncə bu inventarizasiya aparılmaq üçün baxış keçirilir. Yəni komissiya tərəfindən baxış keçirilməlidir. Həmin yəni inventarizasiya siyahısına uyğun olaraq onların həmin inventarizasiya siyahısında onların tam adı, məbləği, miqdarı, onların istismar müddəti haqqında məlumatlar orada göstərilməlidir. Əgər inventarizasiya yəni aparılan gün, yəni inventarizasiya aparılarkən uçota alınmayıbsa həmin məhsullar, əgər inventarizasiya aparılarkən ortaya çıxıbsa, bu zaman onlar bazar qiymətləri ilə dəyərləndirilməli və yəni ki, mühasibat uçotuna daxil olması üçün qeydə alınmalıdırlar. Bəs respublika ərazisi daxilində ezamiyyət nə qədərdir? Mən respublika ərazisi daxilində ilk öncə ezamiyə deməli bir günlük normasının 70% mehmanxana xərcidir, 25% isə yemək xərci, 5% isə digər xərclərdir ki, bura şəhərdaxili nəqliyyatdır, bundan əlavə rabitə xərcləridir ki, bu da ki, mən Bakı şəhəri üzrə 125 manatdır, Naxçıvanda 100 manatdır, deməli, Bakıda Sumqayıtla Gəncədə 95 manatdır, şəhərlərdə, şəhər mərkəzlərində, kəndlərdə, rayonlarda isə 90 manat təşkil edir. Bəs bir günlük normasının 65% həcmində vəsait nə zaman ödənilir? Həmçinin digər faiz göstəricilərini də qeyd edin. Mən o sual, deməli, ezamiyyət xərclərinin, bəli, xarici ölkələrə əgər ezamiyyət xərclərinin, yəni bir gün normasının 60% mehmanxana xərcidir, onun 35% yemək xərci, 5% isə yəni digər xərclərdir, şəhərdaxili nəqliyyatdır, rabitədir. 65% əgər yəni ki, şəxs yeməklə təmin olunubsa, yəni ezamiyyətə göndərilən işçi yeməklə təmin olunubsa, yalnız yeməklə təmin olunursa, bu zaman ezamiyyət xərcinin 65% məbləğində ona ödənilir. Əgər işçi yalnız yəni mehmanxana ilə təmin olunduqda, bu zaman ezamiyyət xərcinin 40% ödənilir. Həm yeməklə, həm də ki, mehmanxana xərci ilə təmin olunduqda isə ezamiyyət xərcinin 5%, yəni günlük normasının 5% məbləğində ödənilir. Əgər bütün ezamiyyət xərcləri xarici ölkə tərəfindən, yəni dəvət olunan tərəf ödənilibsə, bu zaman ezamiyyət xərci işçiyə ödənilmir. Bəs inzibati xətanın vahişi nədir? Deməli, mən inzibati xəta dedikdə, yəni inzibati xətalar məcəlləsinə əsasən, inzibati xətalar məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd kimi, hüquqa zidd olan, təqsirli sayılan və deməli, yəni ictimai qəsd sayılan hərəkətdir də, yəni xətadır. Bəs istehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin neçənci maddəsində öz əksini tapmışdır və nədir? Bu haqqında məlumat verərsiniz. Mən istehlakçıların hüquqlarının pozulması ilə bu əsasən İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsindədir. Bu da yəni istehlakçıların hüquqlarının pozulması dedikdə, yəni ki 447-ci maddəsinə əsasən mal satan, əhaliyə xidmət göstərən şəxslərin malların çəkisinə, ölçünə, onların hesabına, onların deməli keyfiyyətinə dair, yəni ki istehlakçılara az miqdarda aldadılmasına, saxlama müddəti ötmüş məhsulların satılmasına, standartların, digər normativ sənədlərin tələbinə cavab verməyən məhsulların, onların istehsalına, işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə, yəni qanunvericiliyə əsasən qeydiyyata alınmalı, sertifikatlaşdırmalı, lakin sertifikatlaşdırılmamış məhsulların olmasına görə, nəzarət olunmalı məhsulların nəzarət xidmətlərindən izlədilməsinə görə
Bunlar əsasən də yəni fiziki şəxslər 350 manatdan 500 manat məbləğində cərimə olunur. Vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 4000 manatdan 6000 manat məbləğində cərimə olunurlar. Mənim suallarım bu qədər. Mən də sual vurup ondan sonra ondan sonra dayandıracağım. Xəzər bəy, kargüzarlıq nədir? Kargüzarlıq dedikdə, yəni təşkilatların öz vəzifələrini həyata keçirməsi ilə bağlı sənədləşdirmə, yəni sənədlərin işinin təşkili üzrə yəni fəaliyyətdir. Və kargüzarlıq Azərbaycan Respublikasının yəni, dövlət dilində aparılır əsasən. Kifayət edir. Bəs yaxşı, bir dənə sualıma cavab verin. 2025-ci il 8 avqust tarixi sizə nəyi xatırladır? Mən 2025-ci ildə sülh müqaviləsinin orada parafalanması həyata keçirilmişdir. Yəni 7 avqustunda Azərbaycan Respublikasının prezidenti dəvət olunmuşdu Amerika Birləşmiş Ştatlarına. Orada yəni Azərbaycan Respublikasının prezidenti Ermənistanın baş naziri Nikol Paşinyan və Donald Trump orada iştirakı ilə Kifayət edir artıq. Kifayət edir. Birindikini bilirsiniz. Və bir dənə sualıma cavab verin görək ki, keçən ilin oktyabr ayında Azərbaycanda bir idman yarışı keçirilmişdi regionlarımızda. Nə yarışı idi? Nə idi? Mən keçən il oktyabrda mən səhv eləmirəmsə MDB oyunları olmuşdu. Gəncə Neçənci şəhərində. ildə bu oyunlar? Mən bu 3-cü MDB oyunları idi. Və deyə bilərsiniz birinci, ikinci harda keçirilmişdi? Mən səhv eləmirəmsə birinci Rusiyanın Kazan şəhərində idi. İkincisi 2021-də, 2022-ci ildə Belarusiyanın Minsk şəhərində olmuşdu. Üçüncüsü də isə 2023-də. Üçüncüsü isə bu Gəncədə olmuşdu. Və Gəncə ətraf şəhərdə. Kifayət. Mənim suallarım bu qədər. Buyurun Miri bəy. Kassanın açılışını deyə bilərsiniz. Üzrlü sən başa düşmədim sual. Qida Təhlükəsizliyi Agentliyinin, belə deyək də, saytının adı. Mən Qida Təhlükəsizliyi Agentliyinin saytının adı afsa.gov.az-dır. Bu əslində burada az domendir. Yəni Azərbaycan domenini göstərir. Government hökumət deməkdir. Burada afsa isə deməli Azərbaycan Food deməli ingilis dilində də Azərbaycan Food Safety Agency. Agentliyin fəaliyyət istiqamətləri nələrdir? Agentliyin fəaliyyət istiqamətləri dedikdə burada müəllim yəni müəyyən ərazidə yəni ki dövlət siyasətinin formalaşdırılması və onun həyata keçirilməsi, müvafiq ərazi vahidində dövlət tənzimlənməsinin, dövlət nəzarətinin və dövlət əlaqələndirməsinin həyata keçirilməsi, müvafiq ərazidə norma yaratma fəaliyyətinin həyata keçirilməsi, qida təhlükəsizliyi əsasında texniki normativ hüquqların layihələrin hazırlanması, onların icra olunması, İdxal sağlamlıq aktı, baytarlıq, fitosanitar sertifikatların, sağlamlıq sertifikatlarının verilməsi, qida və yem məhsullarında dövlət baytarlıq fitosanitar nəzarətində olan yüklərin, yəni istehlakçılarının hüquqlarının müdafiə sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi. Miri bəy, siz suallarınızı yekunlaşdırdınız da? Bəli, yekunlaşdırın. Bəli. Mustafa bəy, sualınız varsa buyurun. Bəli. İnzibati xəta haqqında qərarda nələr öz əksini tapır? Mən inzibati xəta haqqında qərar, yəni həmin qərarı hazırlamış hakimin, orada vəzifəli şəxsin adı, soyadı, daha sonra kollegial orqanın yəni adıdır, onun Xəzər bəy də texniki belə deyək, xəta baş verdi. İnternetdən bağlılar. Nə görə qoşula bilirmi? Xəzər bəy, cavab verə bilirsiniz. Demək olar ki, suallar yekunlaşdırılmışdı. Mən tərəfindən, Miri bəy tərəfindən, bir də Mustafa sizdə qalmışdı. Bəli. Az bir zaman ərzində gözləyək. Əgər qurtara bilməsə, elə birbaşa qiymətləndirməyə gedə bilərik. Yəni, bir neçə dəqiqədə gözləyək. Məncə, indi burada elə bir o qoşuna kimi kiçik fikirlərimizi bildirək. O qoşandan sonra
davam edək. Mənə verdiyim suallar belə baxdım ki, pis deyil, normaldır. Bir balaca həyəcan məsələsi var. İndi aydın məsələ bu müsahibə məsələsidir. Yəni mən indi Qurtazar tərzdə belə desək ki, müəyyən zəiflər göstərsə belə balımı aşağı saldıram, amma 17 bal verərdim. Mir bəy, buyurun sizə işlək. Mənim də demək olar ki, suallarıma cavab verdi doğru şəkildə. Mən də 17 balla qiymətləndirirəm. Hı -hı. Buyurun Mustafa bəy, siz necə bal verdiniz? Məncə də kifayət qədər normal cavablar verdi. 17 balın kifayət eləyəcəyini düşünürəm. Hı, bəli. Yoldaşlar, belə desək ki, biz yəqin qoşula bilmir. Demək olar ki, 95% ilk yoldaşlar lazım olan suallara vermişdik. Mən də özüm tutan hamısını Miri bəydə, Mustafa bəydən yalnız 1-2 sual qalmışdı. Eybi yoxdur, onu da güzəşt eləyək. Və növbəti bizim videolarımız isə digər mövzularla bağlı olacaq. Maliyyə ilə bağlı çəkdirdik, qida ilə bağlı bu oldu, informasiya ilə bağlı videomuz olacaq, ekologiya ilə bağlı, gənclər idmanla bağlı, elm təhsili ilə bağlı. Hamısından bu və görürsünüz ki, sırf suallar, istiqamətlər o sahəni əhatə edirdim. Və bir daha hər bir kəsə uğurlar arzulayıram. Çox sağ ol, təşəkkürlər yoldaşlar.